Azərbaycan idmanının hər bir uğurunun arxasında fədakar rəhbərlik və sarsılmaz iradə dayanır. Aprelin 4-də keçirilən möhtəşəm turnir bir daha sübut etdi ki, ölkəmizdə kickboksing sadəcə bir idman növü deyil, böyük bir ailə və gələcəyin çempionlarını yetişdirən məktəbdir. Azərbaycan Kickboksing Federasiyasının fəxri prezidenti Adil Əliyevin bu sahədəki xidmətləri əvəzsizdir. Onun illərlə topladığı təcrübə və idmana olan sevgisi bu gün gənclərimiz üçün ən böyük motivasiya mənbəyidir. Cənab Adil Əliyevin rəhbərliyi altında qoyulan möhkəm təməllər bu gün federasiyanın beynəlxalq arenada söz sahibi olmasına şərait yaradıb. Federasiyanın prezidenti Orxan Əliyevin fəaliyyəti kickboksingin ölkəmizdə daha peşəkar və geniş miqyaslı inkişafını təmin edir. Gənclərə göstərilən diqqət, 400-ə yaxın idmançını bir araya gətirən yarışın yüksək səviyyədə təşkili, onun idarəçilik qabiliyyətinin və milli idman ruhuna sadiqliyinin bariz nümunəsidir. Dünya arenasında Azərbaycan imzası VAKO, Dünya Kickboksing Təşkilatları Assosiasiyasının prezidenti Roy Bakerin bu tədbirdə şəxsən iştirak etməsi Azərbaycan kickboksunun dünya miqyasında nə qədər yüksək dəyərləndirildiyini göstərir. Roy Bakerin Adil Əliyev və Orxan Əliyevə xüsusi ehtiram göstərməsi Azərbaycanın bu idman növü üzrə regionda bir lider dövlət kimi qəbul edilməsinin sübutudur. Onun çıxışında ölkəmizdəki inkişafı nümunə kimi göstərməsi hər bir idmançımız və azarkeşimiz üçün fəxirdir. Bu sadəcə bir qonaqpərvərlik deyil, Azərbaycanın beynəlxalq idman siyasətinə verilən ən ali qiymətdir.